Əbülfəz Elçibəy sapasağlam gəlmişdi. Çox da gümrah, yeni enerji ilə və gəlib yeni hərəkətlər qurmağa başladı. Bütövləcən Birliyi, SİTSU, digər təşkilatlar bu hakimiyyəti vahiməyə saldı və qısa bir müddətdən sonra Əbülfəz Elçibəy Ankarada əskəri bir xəstəxanada gözlərini əbədi olaraq yumdu. O zaman bəzi söhbətlər gəldi ki, Əbülfəz Elçibəyi xərçəngə məhz yoluxdurublar. İnanmadıq. Yəni o zamanlar təxminən 26 il bundan öncə olan məsələdən danışırıq. O zaman hələ xərçəngə kimlərinsə yoluxdurulması məsələsinə kimsə inandırmaq mümkün olmazdı. Mümkün olmurdu da, çünki deyirlər, yox, o söhbət ola bilər, necə yoluxdurula bilir? Çünki əsasən xərçəng daxili orqanlardan başlayır. Daxili orqanlarda olur və beyində olur. Amma indiki dövrdə, son dövrlərdə görürsən ki, əsasən ikinci bir period, belə deyək, ikinci bir yoluxdurma oldu da Gözəl Bayramlı yoluxduruldu və Gözəl Bayramlı həbsxanaya salındı, heç nə üstündə və yoluxduruldu bu xəstəliyə. Buna da yenə deyildi ki, yoluxdurulub, inanmadıq. Niyə inanmadıq? Çünki yenə də insan inanmır ki, tək-tək Gözəl Bayramlı niyə yoluxdursunlar ki? Amma bu müxalifəti, müxalif düşüncəli insanların, müxalifət fikirli insanların gözlərini qırmaq üçün ortaya atılmış bir məsələ idi. Gözlərini qırsın və rəqiblərini, yəni sən həbsxanaya salaram, bu şəkildə salaram deyə deməli, rəqiblərindən qisas almaq idi, rəqiblərini məhv eləmək idi. Gözəl Bayramlı həbsxanadan çıxandan qısa müddət sonra o da dünyasını dəyişdi. Baxmayaraq ki, Almaniyaya getdi, Almaniyada müalicə olundu və qayıdaraq yenə yoluxulduğu xəstəlikdən dünyasını dəyişdi. Ondan sonra Əvəz Zeynallı nümunəsində göstərək. Əvəz Zeynallı həbsxanada yenə yoluxduruldu və yarımcan həbsxanadan buraxıldı və indi də taleyin hökmünə buraxılıb. Birisi kitablarını satmaqla canını qurtarmağa çalışır ki, ilaç tapsın, dərman tapsın, canını qurtarsın. Və sonra, dəyərli dostlar, dəyərli izləyicilərimiz, bu yoluxmalar geniş şəkil aldı və əsasən də Əvəz bəyin timsalında Əbülfəz Elçibəyin güman yeri olan, güvəndiyi öz tələbələri vardı ki, 50 nəfərdən ibarət tələbələr öz dövründə göndərmişdi, daha doğrusu Xalq Cəbhəsinin o fəaliyyət göstərdiyi dönəmlərdə göndərmişdi Türkiyəyə. Onlara çox güvənir ki, onlar gələcəklər, Azərbaycanda hakimiyyətə sahib duracaqlar, dövlət strukturlarını formalaşdıracaqlar, müəyyənləşdirəcəklər. Sonra Ələsgər Məmmədli həbs olunanda bilirsiniz ki, onun da həbsxanada, onda da xərçəng tapıldı və bugün xərçəngdən əziyyət çəkir. İndi Elgünəş, Aynur Elgünəş dünən məlumat aldı, dünən Yasar Agü məlumat aldı ki, Aynur Elgünəş də doğum günü ərəfəsində deməli xərçəng xəstəliyinə yoluxub.